Salam əziz izləyicilərim. Son həftələrdə ABŞ və Ukrayna arasında baş verən mühüm danışıqlar dünya siyasətində yeni bir mərhələ açdı. Ciddədə keçirilən görüşlərdən sonra ABŞ yenidən Ukraynaya hərbi yardım və kəşfiyyat məlumatlarını paylaşmağa başladı. Diqqət çəkən məqam odur ki, belə bir müsbət nəticəni hamı fevral ayında Ağ Evdə baş tutan Trump-Zelenski görüşündən gözləyirdi. Amma o görüş fiyasko ilə nəticələndi. Zelenski ABŞ-dan nəinki əlavə yardım və təhlükəsizlik təminatı ala bilmədi, o həmçinin ABŞ-ın nəzərdə tutduğu yardımdan və kəşfiyyat məlumatları ilə paylaşımdan da məhrum oldu. Bəs bu müddət ərzində nə dəyişdi? Niyə Ukrayna Vaşinqtondan məğlub qayıtdı, amma Ciddədə özünə sərfəli nəticəni əldə edə bildi? Martın 2-si paylaşdığım videoda mən artıq bu məsələni təhlil etmişdim. O videoda biz Zelenskinin Trump qarşısında buraxdığı səhvləri və niyə istədiyini əldə edə bilmədiyini müzakirə etmişdik. Bugün isə mən daha bir təhlillə qarşınızdayım. ABŞ-ın dəstək qərarı niyə indi verildi? Siyasət bir nəfərin mövqeyindən asılı ola bilərmi? Yoxsa burada strateji yanaşmanın rolu daha böyükdür? Gəlin bu məsələyə birlikdə baxaq. ABŞ-Ukrayna danışıqları və əldə edilən nəticə. Ondan başlayaq ki, Ciddədə keçirilən son ABŞ-Ukrayna danışıqlarında mühüm razılaşmalar əldə edildi. Ukrayna 30 günlük atəşkəsə razı oldu, amma şərt qoydu ki, Rusiya da buna əməl etməlidir. ABŞ Ukraynaya hərbi yardım və kəşfiyyat dəstəyi verməyə razılaşdı. Zelenski ABŞ-ın və Trump'ın liderliyini qəbul edərək sülh danışıqlarına rəhbərlik etməyə çağırdı. Əgər bu nəticə indi əldə edildisə, deməli, nəsə dəyişdi. Mən əvvəlki videoda qeyd etmişdim ki, diplomatiyada təkcə haqlı olmaq kifayət deyil. Əsas olan istədiyini əldə etməyə bacarmaqdır. Zelenski fevralda buraxdığı səhvlərdən dərs çıxardı mı? Bəlkə Ciddədə nəticənin əldə olunmasının əsas səbəbi elə budur. Gəlin Zelenskinin fevral səhvlərinə bir də nəzər salaq. Fevral ayında Zelenski Trump'ın qarşısında çətin bir vəziyyətdə idi. Onun məqsədi ABŞ-ın dəstəyini davam etdirmək idi. Amma görüş uğursuz keçdi və heç bir razılaşma əldə olunmadı. Əvvəlki videoda dediyim kimi, bu uğursuzluğun əsas səbəblərindən biri Zelenskinin Trump'la görüşə hazırlıqlı olmaması idi. O Trump'la ingilis dilində danışsa da, yenə də fərqli dildə danışdı. Trump ənənəvi siyasətçi deyil. O biznesmen və şoumendir. O beynəlxalq siyasəti mənəvi dəyərlər kontekstində deyil, sövdələşmə və maraqlar oyunu kimi görür. Əgər Zelenski bu nüansı əvvəlcədən anlasaydı, o bu görüşə fərqli yanaşardı. Əvvəlki videoda da dediyim kimi, sən kimdənsə nəsə istəyirsənsə, onun dəyərləri, motivasiyası və vərdiş etdiyi anlayışlar dilindən istifadə etməlisən. Doğru yanaşmaq necə olmalı idi? Trump'ın düşüncə tərzinə uyğun danışmaq. Ukraynaya dəstəyi Trump'ın şəxsi qələbəsi kimi təqdim etmək. Təkcə mənəvi yox, həm də ABŞ üçün iqtisadi və siyasi faydalara fokuslanmaq. Zelenski görüş zamanı sərt mövqe nümayiş etdirdi və bu müzakirələri uğursuz etdi. Mən bunu əvvəlki videoda da vurğulamışdım. Trump təkcə siyasətçi deyil, həm də media oyuncusudur. O açıq mübahisələri qəbul etmir və bunu şəxsinə qarşı hücum kimi görür. Diplomatiyada da əsas qayda budur. İstədiyini əldə etmək üçün özündən güclünün oyununu oynamağı bacarmalısan. Ciddədəki danışıqlara Ukrayna fərqli yanaşma ilə getdi. Bir neçə gün bundan qabaq Zelenski Trump'a məktub yazaraq Ağ Evdəki anlaşılmazlığa görə üzr istədi. Sonra Zelenski Trump'ın rəhbərliyini qəbul etdiyini açıq bəyan etdi və ən əsası ABŞ-ın dəstəyi Ukraynanın deyil, elə ABŞ-ın özünün maraqları prizmasından təqdim edildi. Yəni, əvvəlki videoda da dediyim kimi, diplomatiyada əsas məsələ qarşı tərəfi tanımaq və mövqeylərini onun baxış bucağı prizmasından təqdim edə bilməkdir. Əgər bu fevralda edilsəydi, Ağ Evdə uğursuzluq yaşanmazdı.
İndi açıq-aşkar görünür ki, Ağ Evin Zelenskiyə münasibəti müsbətə doğru dəyişib. Bunun səbəbi də Zelenski və onun komandasının bu danışıqlara daha yaxşı hazırlaşmalarıdır. Ötən videoda maraqlı bir şərh gəldi. Sənin sözündən belə çıxır ki, Zelenski Trump'ın bədən dilini öyrənib sonra getməli idi ora. Mənim cavabım da belə oldu ki, kiməsə işin düşübsə, ondan sənə lazım olan cavabı almaq üçün tək onun bədən dilini deyil, onun sevdiyi rəqsi də öyrənib getməlisən. Bir daha təkrar etmək istəyirəm, siyasətdə uğur qazanmaq üçün qarşı tərəfin qərar vermə sistemini anlamaq lazımdır. Əks halda istədiyini əldə edə bilməzsən. Diplomatiya budur. Yekun nəticə. Diplomatiya emosiyalarla yox, strategiya ilə aparılır. Əgər Zelenski ilk görüşdən etibarən bu taktikanı tətbiq etsəydi, Ağ Evdə uğursuzluğa düçar olmazdı. Amma indi yeni yanaşma tətbiq etdi və ABŞ-ın dəstəyini geri qaytardı. Birinci videodan sonra məni qınayanlara sual vermək istəyirəm. Siz hələ də o fikrinizdə qalırsınızmı? Zelenski Ağ Evdə düzgün strategiya tətbiq etmişdi. Siyasətdə əsas olan dürüstlük və açıq danışıqdır, yoxsa nəticə əldə etmək üçün rəqibi tanıyıb onun dilində danışmaq? Şərhlərdə fikirlərinizi bölüşün. Sonda ənənəvi olaraq videonu bəyənməyi, paylaşmağı və kanala abunə olmağınızı sizdən xahiş edirəm. Növbəti görüşümüzədək sağ olun.